Salam, bir daha hər birinizi xoş gördük. Bugün sizinlə çevrə dərsi ilə qarşınızdayıq. Yəni qruplarımıza çevrə dərsidir. Sizlərlə də bu dərsi bölüşmək istədim. Kimlər dərsimizə qoşulmaq istəsə 077 325 70 77 əlaqə nömrəsinə əlaqə qura bilər. Başlayaq uşaqlar onda çevrəyə. Çevrəyə başlamazdan əvvəl birinci gəlin bir şeylə tanış olaq. Hədəfdə keçmişdik də, düzdürmü? Düz xətt, əyri xətt. Əyri xəttlər nöqtə, şua, düzdür bunları. Okey, biz indi nə deyəcəyik? Çevrənin tərifindən başlayaq. Çevrənin tərifi nədir? Hər hansı bir nöqtə götürülür, tutaq ki, O nöqtəsi. Deyirik, bu nöqtədən bərabər məsafədə yerləşən nöqtələr çoxluğuna nə deyilir? Çevrə. Ama bu nöqtələr o qədər yaxın durur ki, bu bir düz xətt kimi görünür. Deyirik ki, bir nöqtədən bərabər məsafədə duran nöqtələr çoxluğuna nə deyilir? Çevrə. Yaxşı. Çevrənin əsas xarakterizə edən bəzi anlayışlarımız var. O anlayışlarımızın əsasları deyəcək ki, diametr, radius, vətər və s. Bir danışaq. Əsas ilkin anlayışlarından danışaq sonra. Birinci danışaq radiusdan. Radius nədir uşaqlar? Və mütləq mərkəz. Mütləq çevrənin nə olmalıdır? Mən biraz indi gözə yağ çəkmişəm. Mərkəzim düz deyil. Mərkəz elə olmalı ki, tən ortada bir yerdə. Tən orta bir yerdə mərkəzimiz olmalıdır. Məsələn, O mərkəzi. Tən elə bir həqiqətən çevrənin mərkəzidir. Biz onu deyirik mərkəz. Mütləq birinci mərkəzimiz olmalı. 2 radius. Radius nədir uşaqlar? Mərkəzdən çevrənin istənilən bir nöqtəsinə qədər olan məsafə. Tutaq ki, bu B nöqtəsi. Buna deyəcəyik radius. Deyirik ki, mərkəz və tərəf. Tərəf deyirəm də qısaca, yaxşı. Çevrənin tərəfi. Tərəf arasındakı məsafə. Birinci radius nədir bildik? Biz də bunu balaca r ilə işarə edirik. Ola bilər böyük deyərəm, ola bilər balaca r. Zato yəni r yazılıbsa demək nədir radius. İkincisi danışaq uşaqlar diametrdən. Diametr iki radiusun birləşməsidir və uduza. Yəni deyək ki, mərkəzdən keçməklə çevrəni yarıya bölən düz xəttdir. Gördünüz, bu da radiusdur. Bu da radiusdur. Deyirik ki, mərkəzdən keçməklə çevrəni yarıya bölən düz xəttdir. Yəni dedik, neyəcək? Mütləq hardan keçməli diametr? Mərkəzdən. Diametri bir D hərfi ilə işarə edəcəyik. Deyirik, D nəyə bərabərdir? 2 dənə radiusa. Sən məsələn deyirəmsə ki, diametrim 10'dur. Radiusum nə qədər olur? 5. Aysin, yenə də onu böldün 2'yə tapdın 5. Və yaxud da ayten radiusum 7'dir, onda diametrim 10'dur. Aysin, düzdür, sanı var. Gəlim. Bunu çevirəm, onda yuxarı uşaq. Bir də vətərdən elə qoy burada danışım sonra. Üçüncüsü oldu vətər. Vətər, ümumiyyətlə, çevrənin istənilən 2 dənə nöqtəsini birləşdirən düz xəttdir. Deyirik ki, çevrənin istənilən 2 nöqtəsini birləşdirən düz xəttdir. Yaxşı. Yəni bu nədir? Tutaq ki, mən buradan bir xətt çəkirəm, CD yazıram. Bu nədir? Vətər. Bir dənə deyəcəyik ki, indi sizə belə bir sual verirəm. Sizcə ən böyük vətər hansıdır? Məntiqlə fikirləşib tapsınız. Ən böyük vətər? Aysa. Nə olar ən böyük vətər? Düz deyildi də. Ən böyük vətər nədir? Diametr. Çünki həqiqətən bu vətər o qədər böyür. Bundan olsa diametrdən böyük heç nə yoxdur bu çevrədə. Böyür, diametrə çatanda dayanır. Deməli, ən böyük vətər nədir? Diametr. Sən cümlədə ilə verə bilər. Deməz də diametr sözünü. Prosta verər, deyər ki, ən böyük vətər. Sən bilməzsin ki, ən böyük vətər nədir? Diametr. İndi bunu yuxarı eləyər inşallah. Danışaq toxunan və kəsən anlayışları. Əsas anlayışlarımızdan danışırıq. Birincisi danışaq toxunan. Toxunan adından görünür də. Çevrəyə nə edəcək uşaqlar? Bircə nöqtədə toxunur. Bir dənə çevrə şəkli əlavə eləyək. Baxdaq ki, buradan bir dənə toxunan çəksəm. Əyri çəkdim onda. O bir dənə uzaqdan baxım çəkim. Yaxından duranda çəkə bilmərəm. Biraz sərt. İndi oldu. Görürsün, çevrəyə nə eləyir? Əlimizi çəkməyəndə belə birbaşa düz eləyir xətti.
Necə? Və xətti çəkir belə. Əlinizi çəkməyəndə xətt öz-özünü düz eləyir. Hərdən olur, bilmirəm, o nətər olur. Və əlinizi çəkmirsə o düz olur. Necə? Yox, əlinizi çəkməyin də, belə çəkin xətti. Hə. Xətti belə çəkin, amma əlinizi çəkməyin. Özü avtomatik düz eləyir. Gördünüz? Nə qəşəng. Bunu sanayacağım. Bu nə oldu? Toxuna. Toxuna yenə də uşaqlar çevrəyə bircə nöqtə düzdür. Bizim toxunamız biraz aşağıdır. Tık, görərsiniz şəkildə. Bircə nöqtədə toxunur. Başqa heç nə eləmir. Deyirik ki, çevrəyə bir nöqtədə toxunan düz xəttdir. Toxunan düz xəttdir. Və biz nəyə deyəcək uşaqlar? Hər toxunan bir dənə radiusa perpendikulyardır. Hər toxunan bir dənə radiusa perpendikulyardır. Bax, mərkəzi qoysam, da ki, bu O mərkəzimdə. Da ki, bu mənim O mərkəzimdir. Mərkəzdən bir dənə toxunanı nə çəkirəm? Radius. Mərkəzim biraz əyri durur məni. Əyri baxanda da əyri çəkirəm. Yəni, bura daha doğrudur da, hə, o. Radiusla toxunan nə olur? Perpendikulyar. Sadəcə amma bircə dənəsi. Tək bir dənəsi, bir radiusun, bir toxunan nədir? Perpendikulyar. Qısaca buradan yazıram ki, toxunan perpendikulyar işarəsi radius. Biz dənəsində, hamısına yox. Tək bir dənəsində nə olur? Perpendikulyar. Sualın var, Firuz? Yazdım. Yaxşı. Toxunan bildik, iri kəsəndən danışaq. Kəsən də uşaqlar, ixtiyari bir xətdir. Tık, nədir? Çevrəni kəsdi, bunu deyirəm. Kəsən, çevrənin istənilən iki nöqtəsini kəsən düz xətdir. Yəni, çevrəni kəsən bir düz xətdir. Heç bunu tərif kimi də yazaqlar. Yaxşı, çevrəni kəsən düz xətdir. Ən azı 2 istiyor. Hətta azsa o. Kəsir də. Çevrəni kəsdi. Ona nə deyirəm? Kəsən, toxunan. Bunları bildik uşaqlar. Bunu yuxarı eləyim. İndi danışacaq mərkəzi bucaq, daxil çəkilmiş bucaq. Yəni bucaqlardır. Bu ilkin anlayışlarımız idi. Bu arada istifadə edəcəyik. İndi danışaq. Birinci, mərkəzi bucaq nədir? Mərkəzi bucaq. Yenə gəlin çevrə əlavə edəyik onda. Oldu bizimki biraz. Hə. Mərkəzi bucaq nədir? Bir dənə mərkəzini yenə qoyaq. Bu da mərkəzi bizim O. Mərkəzi bucaq uşaqlar. İçəridə 2 dənə radiusu çəksəm, 2 radiusun əmələ gətirdiyi bucağa deyəcəyik mərkəzi bucaq. Dax ki, mən bir bucağı çəkmişəm. Bir dənə bu radius çəkmişəm, bir dənə də bu radius. Burada bir bucaq yaranıb. Bu da radiusdur. Bu da radiusdur. Bu yaranan bucaq alfa adlanır mərkəzi bucaq. Mərkəzi bucaq. Sizcə niyə mərkəzi bucaq deyərəm? Çünki onsuz da harada yaranır? Təpəsi haradadır? Mərkəzdə onu görürdə yerinə. Mərkəzi bucaq. Bir də çevrəncə dərəcədir. 360 dərəcə. Bir də biz bilməyik uşaqlar qövs nədir? Qövs nədir? Qövs bax bu kənardakı xəttdir. Və görürsünüz bu bunu. Bu nədir bizim qövsümüz? Qövsümüzün dərəcəsi hər halda 360 dərəcədən az olacaq. Çünki məsələn bütövü 360-da, bura məsələn 80-dir. Belədir də, düzdürmü? Əyri xəttin dərəcəsi bizim adlandırdığımız qövsümüz. Sizə deyə bilər böyük qövs, kiçik qövs. Biz bunun kitablarda minor qövs və major qövs deyib keçirik. Minor adından görür, minor ingilisindən nə deməkdir? Balaca, kiçik. Məsələn bu minor qövsdür. Major, major əsas deməkdir. Bu birisi də olacaq nə? Böyük qövs. Ola bilər ki, sözdə deyə bilər. Sən deyək ki, minor qövs deyər. Sən bilməzsən ki, minor deyirsə nə deməkdir? Yəni kiçiyi, major deyirsə böyüyü. İndi nəyə öyrənirik? Deyirik ki, uşaqlar, mərkəzi bucaq özünə bərabər qövs sayılır. Qısaca yazıram, mərkəzi bucaq özünə bərabər qövs ayırır. Bax, məsələn, bura alfa dərəcədirsə, deməli, bax, bu qövsdə alfa dərəcədir. Bir dənə nümunənin üstə gedək. Dax ki, bura 20 dərəcə olsa, onda bura neçə dərəcə olar? 20, eyni olsun. Bura 70 dərəcə olsa, bura neçə dərəcə olar? 70. Yəni, fərqi yoxdur. Bir dənə nümunə də yazaq buradan. Məsələn, buraya vermişəm 45 dərəcə. Onda bu qövs neçə dərəcədir? 5. Mütləq harada yaranır? Mərkəzdə 2 dənə radiusun kəsişməsi ilə yaranır. Oldu. Firuz sual var nəsə? Hə, yazıram. Dəqiq.
Aşağı daxilə çəkilmiş bucaqdan. Majorda 315 dərəcə. Hı? Major. Hə, lazım olsa istəsə, hə, çıxa bilərsən. 360-dan çıxarsan, taparsan. Bu birinci oldu mərkəzi bucaq, ikinci danışaq daxilə çəkilmiş bucaq. Mərkəzi dəymiyor. Daxilə çəkilmiş bucaq. Olmaz. Daxilə çəkilmiş bucaq uşaqlar. İki dənə vətənin kəşfməsindən yaranır. Şimdi mərkəzi dəymiyor. Hə, ayso, mərkəzi dəymirdi. Onun üstünə yazacağım. İndi qoyub fərqli qələm rəngi götürüm. Məsələn, yaşılla yazaq da. Bax, tutaq ki, məsələn, buradan yazım da. Biri bu vətər, biri də bu vətər. Vəsə. Bax, bu bucaq alfa, beta olsun bu dəfə. Bu beta nə oldu? Daxilə çəkilmiş bucaq. Daxilə çək yazıram qısaca, yəni daxilə çəkilmiş. Amma daxilə çəkilmiş bucaq özündən 2 dəfə böyük qövs sayılır. Yəni məsələn, bura 20 dərəcəsə, bunun bu qövsü neçə dərəcə olacaq? 2 dəfə böyük, yəni 2 beta. Yaxşı, bax sözlə yazıram ki, daxilə çəkilmiş bucaq özündən 2 dəfə böyük qövs ayırır. Oldu. Bir nümunəsində yazacağım bəzi şeyləri. Sən bunu çevirim yuxarı. Aha. Gəlin baxaq. Çevirəm, bir də gəlim mən birini çəkim qoy. Məsələn, mərkəzim burada da o. Niyə bilirəm? Mən bunu beynən kimi yerini tərpənir. Hə. Tutaq ki, mən indi dediklərim əsaslanaraq suallar verirəm. Bura deyirəm 80 dərəcədir. Onda bu qövs neçə dərəcədir? 80. Bəs eyni qövsə söykənən bir daxilə çəkilmiş bucaq çəksən, onda bura neçə dərəcə olar? 80 böləcək 2-yə. Ay, sağ ol, 40 dərəcə. Çünki bura 80-dirsə, bunu görsən hara söykənib? Ay, bu nə yazaq, fərqli qələm rəngi olsun, mavi olsun məsələn, bax bura. Bax buranı görürük, 80-dir. Bu da həmən qövsə nə edib? Söykənib. Onda onun yarısı, görsən, gözlə baxanda da görünür. Bu daha böyükdür, bu daha balacadır. Onu 80 bölü 2 buraya verəcək bizə? 40. Aysa, bura oldu 40 dərəcə. Yaxşı, bunu öyrəndik. Daxilə çəkilmiş bucaq, mərkəzi bucaq. İndi nədən danışacağıq? Bircə saniyə. Hə, bir dənə qeydimiz var, xassəmiz. Eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bərabərdir. Sən bunu yazaq. Bunda biraz şriftin azca qalmır. Ya da 2 qalsın, elə 2 yaxşıdır. Qeyd yazıram. Eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bərabərdir. Şəkli təxminən belə olur uşaqlar. Bir dənə şəkli yenə çəkeyim. O da mərkəzim olsun. Tutaq ki, o. Qövsləri çəkirəm, baxın. Tutaq ki, mən bir dənə bu mərkəzi daxilə çəkilmiş bucağı çəkmişəm də. Birində belə çəkmişəm. Görürsünüz, hamısı nəyə söykənib ikisi də. Bura. Bax, bir dənə bunu göstərirəm. Bax, tutaq ki, bura alfadırsa, 2 betadır, məsələn 2 alfadır. Onda bu bura söykənibsə, bura nə olur? Alfa. Həmçinin bura 2 alfadırsa, bu da ona söykənib, baxın. Onda burada nə olur? Alfa. Lap istəsəm birini də çəkərəm, baxın. Yenə ora söykənib də. Görürsən? Bura söykənibdir deyə, burada olur alfa. Elə bir simmetrik gözəl görsən ki, elə bir simmetrik belə paylayıb, hamısı bir-birinə də bərabər. Belə bir şeydir burası. Hə, ayso. Gözə yarı baxanda görünür ki, bu nədir? Alfa, bu alfa, bu alfa. Deyirik qısaca eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar nədirlər? Bərabərdirlər. İndi bir xassəmiz də var, onu da deyəcəm. Bunu qoy sileyim mən ən yaxşısı. Elə buradan yazın. Qeyd yox, xassə yazın ən yaxşısı gəlir. Xassə. Buradan da yazaq xassə. Xassəsi budur ki, uşaqlar xassələrindən biri də. Deyirik, diametrə söykənən daxilə çəkilmiş bucaq 90 dərəcədir. İndi bu necə olacaq? Yenə bir dənə çevrə çəkək. Bir dənə bunu, bax uşaqlar, diametri nədir bu? Düzdür.
Diametrin üstündə hansı daxili çəkilmiş bucağı çəksəm, hamısı 90 dərəcədir və bura. Çünki niyə? Bu çevrənin mərkəzindən keçir, diametrdir. Diametr çevrənin tən yarı bölür 2 yerə. 180 dərəcə, 180 dərəcə. Bu da söykənib bax bura, yəni 180. Onda bu da onun yarısına qədər eləyir. Deməli, qısaca öyrəndik ki, əgər daxili çəkilmiş bucaq diametr söykənirsə neçə dərəcədir? 90. Ola bilərdi ki, 80 elə yox, belə verərdi, bax belə. Görürsən, yenə hara söykənir? Diametrə yenə olur nə qədər? 90. O şəkil yəni biraz belə-belə eyni prosesləri bir necə bunu belə-belə sürüşdürürdü. Bunu belə-belə təpə nöqtələrini sürüşdürə bilər. Amma əsas baxıram ki, diametr söykənir, söykənmir. Bunu da diametr olub-olmadığını haradan bilirəm? Əgər mərkəz qoyubdursa, deməli bu diametrdir. Mərkəz qoymayıbdursa, diametr deyil. Oldu. Bu da aydındır. Testdən nümunələrə baxaq. Elə bu öyrəndiklərimizə qədər. Kitabı görürsünüz burada. Ha, güvən 11 probudda. Səhifə 113-dür. Ha? 113. Ha, bir saniyə. Bu açın. Səhifə necə demişdin Ayilə? 113. Ben geçiş diyorsan var. Hı. Çevrede. Ha, buradan başlayır daha aysa. Bayaq da belə oldu, mən bunu düzəldə bilmədim. Kapatamazsın, en aşağıda kapat. Ona basan ne olur olmuyor. Bayaq da belə oldu, dondu ye. Simge durumuna düşüyor. Tek şey basa bilmiyorum. Neyse de təxminən belədir də. Bana geçiyorsun. Düzeldi. Məsələn, gəlin baxaq indi uşaqlar suala. Saniyə, bunu açmışam da, hə, bu var. Sağ, əla. Lakin məsələn, burada. Birə baxaq, ayısı. Neyse hoş ana. Hə? Merkezdedirsə. Hə, bura 40 dərəcədir. Onda bu 48 dərəcə dairədir. Yok. Çıxar. Yəni 80. Bu 80-sə deməli burada 80-dir. Çünki niyə mərkəzi çəkilmiş bucaqdır? Mərkəzi bucaq. Sonra məsələn burada baxın. Şəklə baxan kimi görünür. Hara söykənir? Diametri. Aha, diametr söykənir bu dərəcə deyil? 90 derecede. 90 dərəcə. Ay sağ ol. Sonra əvvəllər əlbəttə çox da çətin dərs deyil. Sonra məsələn bir də baxın buna uşaqlar. Düz bucaqlı bucağı düzdə hələ keçməmiş, eyb yox. Burada bəzi keçmədiyimiz şeylər var. Hər keçdiklərimizdə suallar verim sizə. Nədir? 18'de toxuna. 18 hanı? Yox. Hayır, onun da düsturu var, onu deməmişəm hələ. Onun düsturu var. İndi gəlin vətənin xassələrindən danışaq onda, hələ ki. Vətənin xassələrindən hələ ki danışaq, uşaqlar. Qazax vətərin xassələri. Birincisi uşaqlar. Bir vətər, yenə bir radius, nədir? Perpendikulyar. Perpendikulyar olanda radius vətəri yarıya bölür. Bax, deyirik ki, əgər radius perpendikulyardır, R yazıram. Yəni, radius vətər perpendikulyar olarsa, radius vətəri yarıya, düzmü yazdım, yarıya bölür. Necə? Gəlin baxaq, bax. Bu tutaq bizim çevrəmiz. Bu mərkəzimiz, bu vətərimiz, bu radiusumuz. Gördünüz nə oldu? 2'ye bölün. Perpendikulyar. Perpendikulyar olandan sonra bunu yarıya bölür. Yaxşı. Suallarda çıxacaq qabağınıza. Bu bir. İkincisi.
iki vətər kəsişdikdə həm bucaq əlaqəsi var, həm də uzunluq əlaqəsi var. Şəkilləri üstündə izah edəcəm uşaqlar. Bax, birinci 2 dənə vətər çəkmişəm ixtiyari. Bu mərkəz tutaq ki, burada da görürsünüz ki, mərkəzdən kənarda olan şeylərdirlər. Məsələn, bura oldu neçə dərəcə? Tutaq ki, alfa dərəcə. Bura olur neçə dərəcə? Beta dərəcə. Məsələn, alfa, beta. Bu gözlərin dərəcəsidir. Məndən bu x istəsə, uşaqlar, bax, bucaq içəridə yaranıbdırsa, yadınızda saxlayın. Onda toplayıram, 2-yə bölürəm. Yəni, deyirəm, x dərəcə nəyə bərabərdir? Alfa üstə gəl, beta böl 2. Üçüncü bir xassəmizdə deyək. Üçüncü xassəmiz, gələyim, Firuz, kömək edeyim, gələm, gözlə. Bax, yerə 2 dənə vətərimdir. Vətərimin uzunluqlarından danışır bu dəfə amma. Bax ki, bura deyir A-dır, bura deyir B-dir, bura deyir C-dir, bura deyir D-dir. Bax, vətərin uzunluğu da A buradan bura qədər demək. B buradan bura qədər. C buradan bura qədər, D də buradan bura qədər. Onda deyirik A vur B bərabərdir C vur D. Çünki qarşı-qarşıya vursan A-nı B-yə, C-ni D-yə. Oldu. A vur B bərabərdir C vur D. Aydın da burası. Mənim kitabını ver. Suallara baxım tez-tez, yadımdan çıxmasın, nəzərimdən qaçar qalar. Arada bir yardımcı olmalı. Düsturlar seçeceğiz biz. Hə? Düsturlar. Hə. Hasan mı sizce? Nə düsturu? Abi de düstur demişsiniz siz. Hə, indi deyəcəm. Yenə bu toxla çeviriləri deməmişəm, onu deyərəm asan bilirsiniz. Sən danışmışam, bunu danışmışam. Hə, bir dənə vətəri bir xassəsi var, onu da deyək. Vətərlə toxunan yenə daxil çəkilmiş bucaq yaradacaq. Onu yenə yuxarı eləyirəm. Sən edirsən, baxın, gəl. Xassəmizdə deyək. Bir dənə çeviri çəkək, yaxşısın. Toxunan, uşaqlar görürüz bu toxunan çevirək. Bir dənə də buradan vətər çəkirim. Burada bu bir bucaq yaranır, alfa. Bu əslində daxili çəkilmiş bucaq olur. Belə bir, bax bu qövs var, onun 2 qatı olur. Elə bir, yenə eyni prosesdə qövs bucaqdan 2 dəfə böyük olur. Əgər belə şəkil görsəz, bura 2 alfadırsa, bura olur nə? Alfa. Yaxşı. Bir dənə xassəsi bu qaldı elə məncə vətərlərin. Hə, vətər. Deyirik ki, paralel vətərlər bərabər qövslər ayırır. Nöqtə. Bu necə olacaq? Bir çevrədə 2 dənə paralel vətər çəkmişəmsə uşaqlar. Mən tutaq deyirəm bu A vətəridir, bu B vətəri. A ilə B paralel olsa, onda bu qövs var bax bura. Bura buraya bərabər olur. Yaxşı. Qırmızı rənglə edeyim. Bu bilirsiniz nəyə bənzədirəm mən bunu? Coğrafiyada keçirsiniz meridianlar. Belə o xəttlərin meridianı da dərəcələrlə tən ortada ekvator, belə ayrırıq dərəcələrlə. ISO belə yumru, ISO. Orada görürsən bu dərəcələr, buradan bura dərəcə ilə, buradan bura dərəcə nə olur? Eyni. Çünki bununla bu nədir? Paraleldir. Paralel olduq dərəcələr nə olur bir-birinə? Bərabər. Yaxşı. İndi danışaq ən maraqlı hissələrindən toxunan və kəsən arasındakı əlaqə. Toxunan və kəsən əlaqələri yazıram qısaca. Toxunan və kəsən əlaqələri. Birincisi uşaqlar. Bir nöqtədən çevrəyə 2 dənə kəsən çəkək. Birinci kəsən, ikinci kəsən. Bax, eyni nöqtədən sözlə verəcək sizə. Bir nöqtədən deyəcək sizə, çevrəyə 2 dənə kəsən çəkin. Çəkdiniz 2 dənə. Düzdürmü layına bax? Bir kəsən AB, digəri AC. Nöqtələri də adlandıraq. D nöqtəsi, Y nöqtəsi, F, bir dənə də C yazaq. Parçaları da adlandıraq. A, B, C, D. Bu tərəf çöldəkilər mənə lazım olmayacaq. Ancaq bura qədər. Bax, bura qədər lazım. Bu tərəfi silə də bilərəm. Silim istəyirsiniz, gəlin hətta. Ramp uzaq. Çünki buralar mənə lazım deyil. Yaxşı. Yine burada bizə 2 dənə düstur lazımdır uşaqlar. Birinci düsturumuz bucaqla əlaqəlidir. Bax, bizə verəcək bu bucağı alfa, bu bucağı beta, yerdə qalan bu 2 kəsə arasındakı bucağı deyəcək x. Mən x-i tapmaq üçün, bax, bucaq harda ya? Çöldə.
Bucaq bayaq içəridə yarım neylədim? Topladım, 2-yə böldüm. Çöldə olanda çıxıb 2-yə böləcəm. Böyük qövsdən, yəni betadan çıxıram kiçik qövs, yəni alfanı. Sonra bölürəm 2-yə. Oldu bu birincisi. Bir də sizə bu 2 dənə kəsən var. Bunların uzunluqları ilə bağlı düstur ola bilər. Onu nə edirik? Yazıram 2. Balaca vur bütöv xassəsindən gedirik ancaq. Baxın, balaca nə qədərdir buradan bura? C vur. Buradan bura axıra qədər bütöv nə qədərdir? C plus D. Bərabərdir. Balaca nə qədərdir buradan bura? A vurulmuş. Bütöv nə qədər olacaq onda oranın bütövü? A üstə gəl. B. Söp. Bax bu 2 xassən, 2 kəsənin xassələridir. Bizə lazım olur. Biri bucaq nə gəlir, biri tərəf nə gəlir. Tərəf olan dedik balaca vur bütöv, balaca vur bütöv. Bucaq olanda böyük bucaq çıx. Kiçik bucaq böl 2. Yaxşı. Bu da aydın. Söp. Nə oldu? Sualım var yenə. Uşaqlar. Bir toxunan bir kəsən. 2 yazıram. Çevrə yazıram. Çəkirəm daha doğrusu. Mərkəz qoyduq. Bir dənə toxunan çəkdim. Bir dənə də kəsən. Yenə adlandırsam A, B, sorry, burada kəsəni yaxşı çəkməmişəm. Mən bunu siləm, təzdən çəkəcəm. Hə, indi yaxşı oldu, bax. Tam toxunan oldu, bax. Bax, bu nöqtə toxunma nöqtəsidir. Bura C, bura D. Yenə eyni şey. Burada bax, bu bucaq var. Buraya deyəcəyik alfa bucağı, buraya deyəcəyik beta bucağı. Burada olsun x bucağı. Yenə deyəcəm x bucağı bərabərdir beta çıx alfa böl 2. Bu birinci düsturun. İkinci düsturunda da yenə bu A uzun olsun, bu B, bu C. Artıq yenə o birisi tərəf bayaq da dediyim kimi. Mənə lazım deyil. Ucunda sənə buranı versə belə, sənə bu lazım deyil. Sən bununla bağlı nəsə eləməyəcəksən. Bu tam toxunma nöqtəsinə qədər sənə lazımdır. Toxunma nöqtəsinə qədər məsafə buradan buraya nə qədər uşaqlar? C. Biz normalda deyirik balaca vur bütöv, balaca vur bütöv. Burada balaca axtardım C, bütöv görmürəm. Elə burada balaca da bütöv də C-nin özüdür. Ona görə deyirik C kvadratı. Yəni C vur C. Balaca vur bütöv, C vur C, C kvadratı. Bərabərdir. Balaca, yəni balaca nə qədərdir? A vur bütöv, yəni A üstə gəl. Bu iki düsturda yazdıq. Buna da bitirdik. İndi keçək üçüncüsü. Bir nöqtədən çevrəyə 2 dənə toxunan çəkək. Yenə buradan çəkəcəm. Biri bu. Biri də bu. Yenə bu da olsun A nöqtəsi, bu B nöqtəsi, bu C. Uşaqlar, burada bir xassəmiz var ki, bir nöqtədən çevrəyə çəkilən 2 toxunan bərabər məsafələri ayırır. Bax, yəni AB bərabərdir AC-yə. Bax, bu məsafələr bir-birinə nədir? X bərabər. Yaxşı, uzunluqları bərabərdir. Bucaq amma eyni xassədir. Yenə bucaqda keçərlidir. Bura x olsun. Bura alfa, bura beta. Beta dediyim, bax bu toxunma nöqtəsindən bu toxunma nöqtəsinə gedir. Bax bu. Bu qövsün hamısıdır. Ha, yaxşı. Qoy fərqli bir rəng götürək. Məsələn, sarı olsun. Bax buradan bura qədər. Bu beta bucağıdır. Neyə edəcəm onda? X bərabərdir beta çıx alfa yenə 2. Amma burada uzunluq düsturu yoxdur da. O da eynidirlər deyə. Balaca var bütöv demirəm. Bu uzunluq uzunluğa nədir? Bərabər. Yaxşı. Əgər mənim bir mərkəzim olsa, qoy qələmimizin rəngində işləyək. Bax, bir mərkəzim olsun o. Mən bilirdim axı, radius toxunana nədir? Perpendikulyar. Radius toxunana nədir? Perpendikulyar. Oldu. Əgər mən buradan bir dənə xətt çəksəm uşaqlar, bu iki yan tərəflər bərabərdir deyə, onda bu bucaqlar da bərabər olur. Alfa, alfa. Bu olur tən bölən. Yəni bucağı nədir? Tən yarıya böldü. Onda həmçinin bu bucaqlar beta, beta bunlar da bərabər olur. Yaxşı mı? Oldu. Işıq keçdi. Getdirsin. Bunu dayandırmaq olur. A few moments later. Işıqlarımız yanında gəldik. Uşaqlar. Danışaq, indi nə? 4 bucaqlı və çevrə, 4 bucaqlı nə zaman daxili, nə zaman xaricini çevrə çəkmək olar. Ya da yox, çevrənin uzunluğunu danışıq birinci sonra. Onu danışıq, çünki bu daha vacibdir. Çevrənin uzunluğu. Çevrənin uzunluğu nədir uşaqlar? Bu da ki, çevrənin mərkəzidir o. Mən əgər bu nöqtədən başlasam, Aytən, oradan. Bir dəfə babili getsəm, ta bir də bura gəlsəm, bu məsafə adlanır çevrənin uzunluğu. Biz onu işarə edirik L hərfi ilə. L bərabərdir 2 pi
R. R. Pi istənilən bir rəqəmdə 3,14. Sonu olmayan irrasional ədəddir. Hər il martın 14-ü qeyd olunur. 3,14-ə görə 3-cü ay mart, ayın 14-ü, martın 14-ü pi günü qeyd olunur. 3,14-dür təxminən qiyməti. Siz çoxlama ilə pi saxlayacaqsınız. Elə pi qalacaq. Məsələn, bir dənə nümunə yazaq. Sizə verəcək, deyəcək ki, məsələn, radiusu 5-dir, çevrənin uzunluğunu tap. Onda deyirsən ki, bircə saniyə, L bərabərdir 2 vur 5 vur pi. Elədir nə qədər? 10 pi. 2 radiusda 1 diametrə bərabər deyə bəzən pi d də görə bilərsiniz. Pi d, eyni şeydir, yəni fərq yoxdur. 2 pi əzbərləsəz bəsdir. Və bu ən vacib düsturumuz biri budur. Bir də nə lazımımız olacaq bizim uşaqlar? Bax, tutaq ki, bir dənə mərkəzi bucaq çəkəcək. Bu bucağın qövsünü istəyəcək sizdən. Bax, bu qövsün uzunluğu. Deyirəm, L qövs. Burada alfa dərəcədə axı. Deyirəm, bu 1, bu da 2. L qövs, yəni qövsün uzunluğu bərabərdir. Alfa bölü 360. Yəni həmən o alfa dərəcə var, mərkəzi bucağın ayırdığı dərəcə. Həmən dərəcəni bölürəm 360-a, vururam 2 pi r. Qövsün uzunluğu. Ta ki, 90 dərəcə olsa, yazacağım 90 bölü 360. Vur 2 pi, radiusunda 5-də axı məsələn. Qoydum yerə sadəcə hesablayıram, başqa heç eləmirəm. Oldu. Bu da belə. Bundan danışdığımıza görə bir də uşaqlar sizə radian lazım ola bilər insanlarda. Bir radian təqribən 57 dərəcədir, amma biz onları pi kimi götürəcəyik. Normalda bir pi 180 dərəcə kimi qəbul olunur uşaqlar. Yəni mən çevrənin ümumi dərəcəsini 360 deyəndə 2 pi deyə bilərəm dərəcəsinə. Sənə hər hansı bir dərəcə verəcək. Tutaq ki, məsələn, bir dənə saniyə yazaram ki, bucaq, ox qoyuram radian. Tutaq ki, məsələn, verəcək 80 dərəcə, deyəcək radiana çevir. Yazırsam onda, bax, yazıram alfa böl 180 böl pi. Pi böl 180, səhv yazdım bir saniyə. Pi böl 180 yazmalıydım. Pi böl 180. Tutaq ki, mən 80 dərəcəni pi'yə çevirmək istəyirəm də, radiana. Onu yazıram 80 vur pi böl 180. 0, 0 gedir. 2'ye böləndə 9, 4, burada 9. Elə nə qədər? 4 pi böl 9. Yəni mən dedim, dərəcəni çevirdim nə? Radiana. Və ya tərsinə, radianla verirsə, tutaq ki, 2 pi böl 3 verilir. Deyir, neçə dərəcədir? Pi 180 daxı. 2 vur 180 dərəcə böl 3. 183'e bölürsən 60, 2 vur 60, 120 dərəcə. Bir də 4 bucaqla əlaqəsi qalır. Bu da belə. İndi danışıq bir də ki, 4 bucaqlı və çevrə uşaqlar. Bunlar arasındakı əlaqə. Bunu indi bununla əlavə edəcəm. Bir də 4 bucaqlı, tutaq ki, bunu çəkək. Bunun içində də təmin sürüşdə yazı yuxarı. 4 bucaqlı və söz yazmamışam. İçinə də bir dənə çevrə çəkmək istəyirəm. Oy, bundan yox. Bundan. Amma rəngi fərqli. Rəngini dəyişə bilirəm. Burada. Bu rəngdə olsun, qoy ki, seçilsin. Oldu şey. Hayda neydi onun adı? Baklava ile şeker. Baklava. Baklava. Hə. Biri bu. İndi birini çəkəcəm. Bu da yok. Bunun yenə rəngini dəyişək. Məsələn, olsun yaşıl. Ay, tərs elədim. Bunu qoy, bunun üstə çəkməliydim. Orada daire mi abi? Hə, birinci dairəni çəkmək istəyirəm. Bunu bunun üstə çəkmək istəyirəm. Belə, onun tərs şəkil olsun da, yəni. Peki rombo renginde şey. Nə? Nasıl mıydı? Hə? Uyuşmadı? Hə, yox. Güzel. Kombin oldu. Kombin oldu. Hə, siz. Şu an mən olsa bunu şeyim var bu dəqiqə. Cavabı. Bunu azca qalınlaşdıraq. Əla. Və birini neynədim? 4 bucaqlıdır, gördünüz çöldəki mavi. İçində çevrə çəkmişəm. Birində də çevrə, içinə 4 bucaqlı çəkmişəm. Mən əgər çevrənin çölünü çəkmişəmsə, bu haralara toxunub? Görürsünüz, çevrə hara toxunub? Tərəfə. Məsələn, adlandırsam A tərəfi, B tərəfi, C tərəfi, D tərəfi. Tərəflərə toxunduğu üçün uşaqlar qarşı tərəflərin cəmi bərabər olmalıdır. Belə içində yazıram. Yazıram A üstə gəl C bərabər olmalıdır B üstə gəl D-yə.
Yəni əgər içində çəkmişəmsə, oradan görünmür deyəsən. Bu biraz tünd rəng seçək. Bunu tünd bir rəngdir. Hə, sən demişsən yaxşısı qara ilə yazmalıq olacaq ki, görünsün. A üstə gəl C bərabərdir B üstə gəl D. Qarşı-qarşıya cəmlər bərabər olmalı. Burada isə uşaqlar haralara toxunur? Bucaqlara alfa, beta, gamma, bir dənə də olsun, nə bilim, C bucağı məsələn. Qarşı bucaqlar alfa üstə gəl gamma bərabər olmalıdır beta üstə gəl C-yə. İki qarşı bucaqlara toxunur deyə iki qarşı bucaqların cəmi bərabər olmalıdır. Həmçinin bu da bərabər olmalıdır 180 dərəcəyə. Oldu. Çevrəyə qaydalarımız bu qədər. İndi nümunələrimizdən bir ikisinə baxaq və bitirək. Haradaydı biz bayaq girmişdik? Ben bitirdim. Bitirdik, gedə bilərsən. Ev tapşıran bilirsən də? Hesaplar tuzladım. 50 dənə qalıb güvəndən %150-yə. Bir də qurtarıb belə. Bu niyə belə oldu? Bunu istəyirdim mən. Çok oldu, qolunu çıxaraq. İndi düz oldu. Sağ olun. Sağ ol, Firuz, sənəlik. Bu qaranı da burada görəndə xoşumuza yanır. Hə, uşaqlar. Məsələn, gəlin baxaq indi 32-yə. Baxa bilərəm də 32-yə, düzdürmü? 32-yə baxanda bu öbürsə qələmi də əlavə edeyim, üstə yaza bileyim. 11 üzəri 3 gəlib 2-dən çıxacaq. Yo, edəcəməyəcəyik. Gözləyəm. Müəllimə dedi axı. Balaca vur böyük, balaca vur böyük. Bax, uşaqlar, məndən x istəyir də, düzdürmü? 2 dənə kəsəndir. Kəsənlərin əlaqə düstur lazımdır. Qayda necədir? Balaca vur bütöv. Balaca 3-dür. Bütöv 3 plus 11. Bura nə qədər? 14. Bərabər. Balaca nə qədər? 2. Bütöv nə qədər? 2 üstə gəl x. Onda 3 vur 14, 42. Bərabərdir 2 vurulmuş 2 plus x. Bir əks əməl edirəm. 42-ni bölürəm 2-yə, 21. 21-dən də 2-ni çıxıram, 19. Deməli, x nə qədərdir? 19. 19. Yaxşı. Aydın mı? Harasın başım məndən? Yo, anladım. Sualım var, Layla. Oy. Nədir, ancaq belə şeylər gəlir. Hə, məsələn, buna baxın, 2 vətənin xəstəsi yenə. Bayaq göstərdiyimdən də əslində. Qayda necədir? Qarşı-qarşıya. 2-ni vurasam, buna, bax, kənardan yazıram bu bir tərəfdən. 2, bu, x üstə gəl 2. Bərabərdir, davamın səndə. Mən deyim. Hə. X sıx 1. Vur, 4. Bunu vuraq açaq. 2 vur x, 2 Üstə x. gəl 4. Azır, bərabərdir, 4x, 4x çıx 4. Rəqəmləri bir, dəyişənləri bir. 4x-dən 2x çıxar. Çünki bu bura keçəcək, balaca böyün yanına. Mənfi 4-də keçir 4-ün yanına. 4 plus 4 elədi nə qədər? 8. Aytan, 2x bərabərdir 8-ə, onda x-də nə X də qədər? bərabər 4-ə. Məndən x istəyir, yox. B deyil istəyir, bütövü. Böldü. Hə, nə qədərdir? 4, 4 üstü bura 6-dır, 6 plus 2 8. 8. Sonra məsələn gəl bir neçəsinə bax. Bax buna baxaq. Burada bir dənə düzbucaqlı üçbucağın qaydasını deməliyəm, çünki bir çox suallarda onu istifadə edir. Pifagoru bilirsən, A qarşıda B qarşıda B, C qarşıda keçənindən. Buradan mən bilirdim ki, radius toxunanı nədir? Perpendikulyar. Bu radius buradan bura 3-dürsə, buradan bura da 3-dür də. Hər yerdə eyni daxil. Bura oldu 3, buranı bilmirəm, burada 5-dir. Bax burada çöldə çəkirəm. Evet, düzbucaqlı üçbucaq yaranır. Bu biraz böyüdüm ya da böyüyünsün izləyində. Bax, buradan bura nə qədər oldu? 3. Görsən düzbucaqlı üçbucaqlı. 3, 5, nə çatmır? Pifagor ədədlərindən. Hə, 3, 5, nə yoxdur? Dəqiqə. 3.5 olur adətən. Nöqtə nədir? Pifagor ədədlərinə bax. Bu düzbucaqlı deyil, 3-dür. X-dir, 5-dir. Qayda necədir? 3-ün kvadratı? Üstə gəl 5. X X-in kvadratı. üstə gəl bərabər 25. Hayır, hesabla görüm X neçədir? 25'in 9 çıxanda 14. 16. 16'dan nə çıxır? 16'dan 4 çıxır. Sən onu göydə tutmalısan.
3, 4, 5. Sən 3, 5 deyil kimi tez deməlisən, ha, dur. Tez, anında, qaça-qaça. Uça-uça. Ha 3 4 5. Ha, səndən elə PT'ni istəyir, tapdın da. Yani. Sonra... Söz 4 istəyirdi. Nə oranı istəyirsən ki səndən? Sonra, məsələn bu. Deyir, uzunluğu 2 pi olan çevrələr radiusunu tap. Uzunluq düsturu nə idi? R bərabərdir 2 pi r bərabərdir 8 pi-yə. Mən görürəm ki, pi-lər ixtisar gedir. 2 r 8 isə radius onun nə qədərdir? 4. 4. Cevap Sonra tip cevap olma göre. məsələn gəlin baxaq 48-ə. Sonra 5 gəlmir dur. 48-ə baxaq. Deyir, radiusu 10 sm olan çevrənin 36 dərəcəli mərkəzi bucağına uyğun qövsün uzunluğunu tapın. Yalnızca gəlir bayaq dediyim el qövs. El qövs nəyə bərabər idi? El qövs. Alfa böl 360 bu 2 pi r. Hansısa. İndi sən hər şey verib. Radius nə qədərdir? 10 dərəcə 36. Yazırsan 36 böl 360 vur 2 pi radiusun nədir? 10. 36 ilə 360 10. Burada 1. Bu 10'la da bu 10 gidir. Cavab nə qalır? 2 pi. Güzel. Oldu. Bugünlük bu qədər. Gəlin videolarımızda görüşənə qədər. Sağ olun.